Doktor Ozempic və Mounjaro fikriniz? Ozempiki xoşlamıram sözün açığı. Niyə xoşlamıram? Çünki Ozempik daha aqressivdir və əzələ kütlənin az olan insanlarda daha da çox əzələ itkisi gedir. Amma Mounjaro tirzepatid, onun tərkibi tirzepatiddir. Çox gözəl preparatdır və bugünkü gündə dünyada demək olar ki, nömrə 1-dir. Biz niyə Ozempic istifadə edən insanlar hamısı belə deyək ki, eyni görünür? Daha çox biz qadınlardan danışa bilərik. Çünki kişilərdə adətən əzələ kütləsi çox olur və Ozempik istifadə edən kişilər çox yaxşı da arıqlaya bilir, insulin dirəncindən azad olur, piyələnmə varsa piyələnmədən də azad olur. Əzələ kütləsi azdır. Az olan əzələ kütlə qadında Ozempik vuranda əzələ daha da çox azalır və Ozempik face, Ozempik üzdən görsənir, əzələ gedir və üz daha da arıq, xəstə olan insana oxşayır. Ona görə Ozempik bax belə insanları bir-birinə oxşatdırır. Bəs Mounjaro belə üz yaratmır? Mounjaronun imkanları daha çoxdur. Tirzepatidin imkanları daha yumşaq işləyir, daha az yan etkiləri var, daha az əzələ kütlənin azalması gedir və əlbəttə daha çox piylər getməsi müşahidə edirik.